Salam, mən bu videoda sizə sınaq müddəti və sınaq müddəti zamanı əmək münasibətlərinin tənzimlənməsi haqqında danışmaq istəyirəm. Əmək Məcəlləsinin 51-ci maddəsinə görə işəgötürən əmək müqaviləsi bağlayarkən işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların əmək funksiyasını icra etmək qabiliyyətini üzə çıxarmaq məqsədi ilə bağlanmış əmək müqaviləsinə sınaq müddəti müəyyənləşdirə bilər. Qeyd etdiyimiz kimi, sınaq müddətinin müəyyən olunması işəgötürənin hüququdur. Lakin bəzi hallar var ki, bu halda həmin şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyənləşdirilə bilməz. Bunlar Əmək Məcəlləsinin 52-ci maddəsində müəyyən olunub. Məsəl üçün 18 yaşdan aşağı olan şəxslər, hamilə və 3 yaşına qədər uşağı olan şəxslər, təhsil müəssisəsini bitirdiyi ildə ixtisası üzrə ilk dəfə işə qəbul edilən şəxslər, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər və sair bu kimi hallarda əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən oluna bilməz. Bu hallar xaricində digər şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən olunub olunmaması işəgötürənin hüququdur. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyənləşdirilə bilər. Qeyd etdiyimiz kimi 2 ay müddətinə qədər bağlanmış müqavilələrdə sınaq müddəti müəyyən oluna bilməz. 2 aydan 6 aya qədər bağlanmış müqavilələrdə ən çoxu 2 həftə, digər əmək müqavilələrində isə sınaq müddəti maksimum 3 ay müddətinə müəyyənləşdirilə bilər. Sınaq müddəti ərzində tərəflər biri digərini 3 gün öncədən yazılı şəkildə məlumatlandırmaqla əmək müqaviləsinə xitam verə bilər. Burada yazılı şəkildə dedikdə ya kağız daşıyıcıda, yaxud da elektron informasiya sistemi vasitəsilə tərəflər bir-birini məlumatlandıra bilər. Əgər sınaq müddəti ərzində bir tərəf digər tərəfi məlumatlandırmırsa, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı, bu halda işçi sınaqdan çıxmış hesab olunur və onunla bağlanmış əmək müqaviləsinə bu əsasda xitam verilə bilməz. Sınaq müddəti ərzində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün mütləq formada işəgötürənin əsaslandırılmış əmri olmalıdır və bu halda işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin D bəndi ilə, yəni sınaq müddəti ərzində işçinin özünü doğrultmama əsası ilə xitam verilir.